Salam dostlar, bu günləri biz IP ilə 14-cü Grandpa adlı maşını araşdıracağıq. Maşın Windows'dadır. Həmişə dərsə başladığımda dediyim kimi biz bu maşını, bu testləri yalnız tədris üçün nəzərdə tutmuşuq və digər maşınlarda istifadəsi qəti qadağandır. Yəni tədrisdə, videoda göstərilən alətləri hansısa başqa bir veb-saytda və yaxud servisdə tətbiqi qeyri-qanunidir və icazə yoxdur. Yalnız Trahacking və Haxabox maşınlarında bu cür əməliyyatları edə bilərsiniz. Deməli, biz IP-mizi götürürük. Baxırıq görək nə var. Görürük ki, yazılıb Under Construction, başqa heç nə. Yazılıb IIS Manager və bu ilə də bitdi. Inspect eləyəndə yenə də qeyri-adi bir məlumat əldə etmirik. Yəni, nə görürüksə, eyni şey də elə buradadır. Yəni, dəyişik, qeyri-adi bir şey yoxdur. İlk öncə biz nə edirik? Əlbəttə ki, Nmap ilə skan edirik və burada görürük ki, yazılıb 80-ci port açıqdır ancaq. Başqa port görmürəm. Və burada HTTP server head var, service və bunu bir dənə bilirik. Bunu search exploit'da da elə bilərik əslində. Search exploit. Axtarışa verək görək nə var, heç nə çıxmır. Əslində çıxmamağı HTTP'de yazmağındadır. Burada artıq nə qədər exploitlar var. Biz Metasploitable-da aça bilərik. Bir dənə orada da baxaq. Google-da da axtarış verə bilərik. Məncə elə yenə eyni şeylər çıxacaq. Baxaq görək nə əldə edə bilərik. Maşın easy maşın olduğuna görə orada çox şey olmamalıdır əslində. Aha, hələ ki bizim Metasploit'ımız loading, yəni yüklənir. Yüklənib bitirdikdən sonra biz hələ Google-da axtarış verək. Görək Google-da nə çıxacaq. Aha. Exploit edirik. Google-da da demək olar ki eynidir. Rapid 7 varsa demək ki Metasploit'da da bu var. Tak. Search edək. Görək nə verir bizə. Biz bunu axtarışı verəndə bizə 2 dənə verir. Aux-ları, yəni bu skan etmək üçün nəzərdə tutulan bir moduldur. Bir də exploit'umuz var. Biz 101 yazaq. Və exploit'u yoxlayaq. Biz onsuz da skan etmişik. Biz bilirik ki, hansı servisimiz var, nə var onun içində, nələr yoxdur. Aha, options. Baxaq nəyimiz var. Set air hosts. 14. Set lhost. Tün 0. Məncə burada qeyri-adi başqa heç nə yoxdur. Tak, options edək. Aha. Options edəndən sonra heç nə. Run. Görək bizə nə verəcək. Bu biraz vaxt tapılacaq. Amma yox. Gördüyümüz kimi hələ ki göy gəlir. Qırmızı ulduz, mörtəzədə ulduz yoxdur. Demək ki biz hardasa düzgün yoldayıq. Meterpreter session 1 opened. Bu demək ki biz artıq buradayıq. Tak, shell yazaq. Görək nə var burada. Hardayıq, kimik biz. Who am I? Aha. Into Authority Network Services. Okay. CD. Bizə lazım olan 2 dənə bayraq var da. Biri rootdur, bir də user'dır. CD documents'e görək haraya qədər gedə bilərik. CD Harry. Aha, bizə deyir ki, Harry'yə icazə yoxdur. Yəni biz maşına daxil olsaq da bizim heç nə icazəmiz yoxdur. Nə istifadəçi cəhətdən, nə də ki admin kimi. Deməli biz burada nə edirik? Background'a giririk. Search
suggester. Suggest nə deməkdir? Yəni məsləhət. Görək bizə görək bizə nə məsləhət verir. Yəni suggester biz artıq maşınımıza girmişik. Biz background elədik, nə etdik? Maşından çıxmadı. Maşın onun yaddaşında qalıb. Amma biz deyirik ki, görəsən də bu Linux Windows Suggester deyilən bir skript var idi vaxtilə. İndi o yoxdur. O bunun içindədir. Sadəcə olaraq indi 2490 dənə bazasında olan boşluq skriptlərini həmin biz daxil olduğumuz sistemlə uyğunlaşdırıb hansının daha məsləhətli olduğu haqqında məlumat toplayır. Və bu sizin kompüterinizin gücündən asılı olaraq tez və ya gec ola bilər. Yenə deyirəm, bu texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub və digər maşınlarda, digər sistemlərdə istifadəsi qəti qadağandır. Biz indi çalışırıq ki, boşluğu tapaq. Boşluğu tapmağımız üçün bizə hardasa 1000 dənə artıq boşluq collecting edib, yəni araşdırılıb. Nə edir? Bizdə olan Windows haqqında olan ümumi məlumatı götürür və onda olan skriptlər hansılar ki, uyğun gələ bilər. Elə bir ki, 1 üstə gəl, 1 bərabərdir 1, 2 bərabərdir 2, 2 bərabərdir 3. O belə bir məsələ həll eləyir. Və hansılar ki, düzgündür, onları nəticə etibarilə bizə verəcək. Əgər varsa, əgər yoxdursa, əlbəttə ki, bizə heç nə verməyəcək. Biz yenə də araşdırma axtarmağa başlayacağıq. Görək, bunu başqa necə edə bilərdik. Bizdə burada artıq çox sürətli gedir. Bizim, yəni məndə olan virtual maşının RAM-ı da çox vermişəm deyə daha sürətli olur. Aha. Artıq 90 oldu. Exploitları tapdı. Aha. Ümumi 42-sindən 42-dən baxın. Bax, qırmızılar yazılanları ümumiyyətlə yaddan çıxardırıq. Bunlar bizə lazım deyil. Bizə lazım olan bu ümumi 7 dənədir. Və mən artıq bunları yoxladığıma görə mən avtomatik olaraq buna keçəcəm. Çünki budur. Nə edirəm? 100 edirəm. Həmin exploit-ı. Aha, deyir, heç bir şey yoxdur. Tak, options. Bizdə deməli set session 1-dir. Set lhost, yəni lokal hostumuz bütün 0-dur. Okay. Mən indi run etsəm, normalda mən artıq bu maşını sındırdığıma görə artıq belə deyək. Mən indi buna shell etsəm, okay. Amma əslində belə olmamalıdır. Normalda mən background-a girirəm. Mən artıq sistemə girdiyimə görə mən artıq bu maşını bir dəfə enumeration etmişəm, belə deyək, sındırmışam deyə. Artıq bu keçib. Yəni sizdə belə olacaq. Siz PS edəcəksiniz. Get PID edəcəksiniz. Məsələn. 1788 çıxacaq. Aha. 1788 bizdə nədir? net SH-dir. Bizə lazım olan isə artıq keçib. PS-dən sonra get PID edilir. Onun ID-sinə uyğun olan, məsələn də burada authority sistem və s. var. Baxılır. Normalda WinLogon ola bilər. Məsəl üçün siz nə edirsiniz? Migrate edirsiniz. Migrate komandası və bunun ID-sini götürür. WinLogon 344-ü götürürük. Mən də etməyəcəm artıq. Migrate edəndən sonra təzədən background yazırsınız, təzədən run edirsiniz. Ondan sonra sizdə privilege allocate olacaq. Onu etdikdən sonra, aha. İndi deyir
CG Documents and Settings'e giririk. Deyil edirəm. CG Harry. Biz girdik. Okey. Mən bunu girdimsə, demək ki, onun içindəki sistemə də girə biləcəm. CG administratora girək. Əgər biz administratorda CG desktop'a girsəm, okey. Tamamdır. Mən artıq root'u görürəmsə, user'da flagını, bayrağını əldə edə bilərəm. Əgər siz bəyəndinizsə, əgər sizə maraqlı gəldisə, videonu bəyənin, kanalımıza abunə olun. Kiber təhlükəsizliyi üzrə bir çox dərslərimiz olacaq. Söhbət təkcə hücumlardan getmir, həm də ondan qorunmaqdan gedir. Biz əgər sistemdə olan boşluğu tapırıqsa, onun qorunmasını da öyrənməliyik. Və gələcəkdəki dərslərdə biz çalışacağıq ki, artıq o modulları edək. Nəzərə alın ki, mən tək bunu edirəm və mənim komandam yoxdur. Bütün etdiklərim də demək olar ki, öz vəsaitimdir. Biraz vaxt aparır. Amma mən çalışacağım ki, kiber təhlükəsizlik üzrə gücüm çatdığı qədər məlumatları Azərbaycan dilində dolu olsun, maraqlı olsun. Həm də kimlər ki, bu sahəyə girmək istəyir, indidən baxsınlar, onlara uyğundurmu bu sahə? Gücü çatacaqmı bu bilikləri götürməyə? Əgər edə bilməyəcəksinizsə, başqa sahələr ondan da maraqlı, ondan siz istedadınızı onda daha çox göstərə biləcəksiniz. Və dərsdə həmişə sonunda olduğu kimi də deyirəm, istifadə olunan texnikalar, texnologiyalar yalnız test üçündür, tədris üçündür. Digər maşınlarda istifadəsi qəti qadağandır. Hamınıza uğurlar.